Qış fəslinin ən ləzzətli yeməklərindən biri olan daşma üsulu buranı plov hazırladım. Əvvəlcə süd, su, şəkər tozu, duz, biraz da kər yağı əlavə edib ocağın üzərinə qaynamağa qoyuram. Düyünü də 1 saat öncədən duzlu suda isladıram. Daha sonra isə duzlu suyun süzüb təmiz-təmiz bir neçə dəfə yuyuram. Balqabağı da tumundan, qabığından təmizləyib kub-kub doğrayıram. Qazanın alt hissəsinə əvvəlcə düyü, üzərindən də balqabaq əlavə etməklə lay-lay düyü və balqabaq olmaqla sona qədər bu cür davam edirik. Ən sonunda isə düyün üzərində balqabaq olmalıdır. Daha sonra isə gördüyünüz kimi süd, su, yağ qarışımı qaynadıqdan sonra götürürük və dərhal qaynaya-qaynaya düyünün üzərinə əlavə edirik. Ocağın gür ateşində qapağını üzərinə yerləşdirmədən üzəri açıq vəziyyətdə bu cür qaynayıb suyu quruyana dək bişiririk. Bu plovun yanında mütləq duzlu balıq olmalıdır. Duzlu çapaq balığından istifadə etdim. Balığın qarın hissəsini təmizlədim. Təmiz-təmiz yuduqdan sonra yenidən içərisindən çıxan kürünü də qarnına yerləşdirdim. Yağlı perqament kağızı da su ilə nəmləndirdim və balığı büküb tavanın içərisinə yerləşdirib qapağı da üzərinə yerləşdirdim. Vam modda 1 saat müddətində bişirdim. Plovun südü quruduqdan sonra üzərinə bir qədər də kər yağı əlavə edib və 1 saatlıq dəmə qoydum. Plov dəm alana qədər gəlin bu arada dünən iftarımı açdığım bu gözəl məkanla sizləri tanış edim. Gördüyünüz bu Bərəkət restoranı Nərimanovda metronun yaxınlığında yerləşir. Özbək mətbəxini sevirsinizsə mütləq bir dəfə də olsa bu məkana baş çəkin. Çox gözəl iftar menyuları var və burada yediyiniz təamlar hamısı Özbək mətbəxinə aiddir. Özbək plovu, özbək şorbaları, samsaları, özbək çörəkləri, şirələri hamısı bir-birindən çox dadlı və ləzzətli idi. Ən əsası da hər bir şey öz gözünüzün önündə bişirilir. Restoranın içərisində kiçik bir aqronom da fəaliyyət göstərir ki, buradan bütün özbək məhsullarını alıb apara bilərsiniz. Buradakı özbək yeməkləri həm restoranda müştərilərə təqdim olunur, həm də istəyənlər onları alıb apara və ya çatdırılma ilə sifariş edə bilərlər. Bir sözlə özbək mətbəxini sevənlər mütləq bu məkana baş çəksin. Və budur, artıq 1 saat keçdi, plovum da dəm aldı, hazır oldu. Balığı da ara bir hər iki üzünü çevirərək çox gözəl bişirdim və qabığını soyaraq plovun yanında süfrəyə verdim. Göz haqqınızı halal edin, Allah tutulan orucuları və edilən duaları qəbul etsin. Yeni videolarda görüşmək ümidi ilə hələlik.